modifiers bölməsidir. Hansı ki, mən indi izah eləyəcəm. Burada bilməli olduğunuz ən önəmli məqam budur ki, a few-dan və few-dan sonra mənim ismimin cəmdə gəlməyi və a little-dan və little-dan sonra mənim ismimin təkdə gəlməyi ən önəmli məqamlardan biridir ki, test rahatlıqla tapa biləsiniz. Qayıdıram testimə baxıram. A few verilibdir və pairs verilibdir. Baxıram mənim qaydama. A few-dan sonra isim cəmdə gəlir. Baxıram pairs verilib, düzdür. İkinciyə baxıram. A little gəlib. A little-dan sonra necə olmalı idi? Təkdə. Baxıram təkdimi? Xeyr, cəmdir. 2 olan variantlarımı çıxıram. Üçüncüyə baxıram. A few verilib və bottles verilib. Qaydama baxıram. Cəmdə olmalı idi isim. Cəmləndir, düzgündür. Dördüncüyə baxıram. Only a little. A little-dan sonra dedik necə gəlməlidir? Təkdə. Necə gəlib cəmdə? Olmaz. Səhvdir. 1-3 mənim düzgün cavabım olacaq.